Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıcı Şandor Lejak Naxçıvan Dövlət Universitetində qonaq olub. 2 günlük səfər çərçivəsində bugün universitetin elmi kitabxanasında yazıçının kitablarının təqdimatı keçirilib. Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri John von Neumann Universitetinin və Türksoyun rəhbərliyi və kollektivi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti, millət vəkilləri, yazıçılar, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, professor, müəllim heyəti iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Şandor Lejakın universitetə gəlişini olduqca əhəmiyyətli və əlamətdar görüş adlandırıb. Rektor ötən il Macarıstana səfəri çərçivəsində Şandor Lejakın dəstəyi və təşəbbüsü ilə John von Neumann Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında ikili diplom müqaviləsinin imzalanmasını xatırladıb və dünya miqyaslı yazıçının kitablarının təqdimatının keçirilməsini mühüm hadisə olaraq dəyərləndirib. Onun xüsusilə mənsub olduğu millətin ədəbi düşüncəsinə, fikir və söz xəzinəsinə özünə məxsus təsiri və imzası olduğunu vurğulayıb. Əsərlərinin universitetin kitabxana fonduna töhfə olduğunu qeyd edib. Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasının direktoru Xumar Məmmədova çıxışında yazıçının həyat və fəaliyyəti barədə geniş məlumat təqdim edib. Qeyd olunub ki, yazıçının universitetin kitabxana fonduna daxil edilən kitablarının hər biri tərcümə olunaraq oxuculara təqdim ediləcək. Türksoyun baş katibi Sultan Rayev tədbiri Türk mədəniyyətinin böyük təbliğatçısı, Türk dünyasında xüsusi hörməti olan mecar yazıçı Şandor Lejakla bağlı yüksək fikirlər səsləndirib. O, Macarıstanın təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, tərəflər arasında sıx elmi əlaqələrin mövcud olduğunu qeyd edib. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edib, dünya miqyaslı yazıçının kitablarının təqdimatında yer almaqdan məmnunluq ifadə edib, Şandor Lejakla görüşü yadda qalan hadisə adlandırıblar. Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak səmimi qarşılanmaya, qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü çatdırıb. Azərbaycan və Macarıstan arasında bütün sahələrdə fəal əməkdaşlıqlar olduğunu və inkişaf etdiyini qeyd edib. Macar yazıçı təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb, əsərləri haqqında məlumatları diqqətə çatdırıb. Naxçıvanın rolu Türk dünyası için çok önemli. Sebebi Türk dünyasının birleşimi, birliği, yana Türk dünyasının bu çok bir dünyaya birikişine Naxçıvan'ın rolü çok. Sebep bizde Türk-Naxçıvan anlaşması hepsi Türk dünyasının başını biriktirdi. Biz Türk dünyasımız, güçlü Türk dünyasımız bizim Katar'ımızda 7 ülke var. 14 yana bu gözlemci ülkelerimiz var. Şunun en önemlisi bu Naxçıvan'dan yer aldı. Biz Naxçıvan Türk dünyasının gerçekten ruhani, politik kaynağı desem olacak. Yani Naxçıvan bu Azerbaycan ülkesinde de, Azerbaycan tarihinde de, Azerbaycan kültüründe de çok bir rol oynayan bir yer, kutsal yer. Buradan büyük insanlar çıkan, hanlar çıkan, Azerbaycan'ın gürürleri çıkan yer. Şimdi ben söylemek istedim buna. Geydar Aliyev de bu Naxçıvan'dan milli lider. Sadece Azerbaycan'ın milli lideri. Bizim Türk dünyamızın mimarı desem olacak. Bizim Türk dünyamızda da çok katkı sağlayan insan Geydar Aliyev. Bu Geydar Aliyev'in mekanında olmak benim için çok gurur. Bu görüşün böyük müsbət təsirləri olacaqdır və Macar-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsinə bir təkan olacaq. Macar-Azərbaycan ədəbiyyatının genişləm var, köklər var. Sadəcə onu inkişaf etdirmək Türksoy vasitəsilə əlbəttə və ya birbaşa həm Şandor Lejak bir vitse-spikerdir, bir siyasi xadimdir. Onun Azərbaycanda, Naxçıvanda olması çox önəmli bir məsələdir. Mən bir ziyalı olarak, ben bir elm adamı olarak bu tədbirdə iştirakdan məmnunluq duydum, qürur duydum və mən əminəm ki, bu tədbirləri genişləndirməklə biz dünya arenasına çıxmağa və dünya arenasında ədəbiyyatda, dildə, coğrafi, etnoloji və s. bütün sahələrdə mütləq nailiyyətlər əldə edəcəyik.
Orta məktəbdə oxuyarkən Armin Bambarenin kitabları ilə böyümüşəm. Həqiqətən də sehirli nağıllarla dolu şərqdə yaşamışam. İndi bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən buradayam. Xalqı, vətəni, Azərbaycan üçün çox çalışan gözəl insanların arasında. Gələcəyin, o cümlədən Azərbaycanın gələcəyinin iki əsas sirri var. Birincisi odur ki, ortaq uğur hissinə sahib olmaq vacibdir. Amma uğur qazanmaq üçün çox zəhmət tələb olunur. İkincisi isə yaxşı məktəblərimizin olmasıdır. Bax, buna görə tələbələr bura gəldilər. Buradan olan tələbələr isə Katımara və Lakitelekə getdilər və bu güclü bağı xəyanət və manipulyasiya ilə dağıtmaq imkansızdır. Sonra elmi kitabxanada Şandor Lejakın və Türk dünyasının ədəbiyyat nümunələrindən ibarət sərgiyə baxış olub. Türksoyun baş katibi Sultan Rayev universitetin elmi kitabxanasına kitablar hədiyyə edib. İnşallah. Daha sonra yallı və naz eləmə rəqsi izlənilib. Universitetin musiqi alətləri emalatxanasında hazırlanan milli musiqi alətlərinə baxış olub. Qədim xalq çalğı alətləri ansamblının ifasında konsert proqramı təqdim olunub. Səbinə İlxan qızı, Arzu Sadiqov, NTV Xəbər.